Hər kəs salamlayıram. Hər vaxtınız xeyir olsun. İlk dəfədir ki, axşam vlog çəkməyə başladım. Onun əslində bir səbəbi var. İzləyicilərimdən biri yoruma yazmışdı ki, nə yaxşı məscidə yaxın yerləşirsiniz. Əslində mənim sizə məscidi seçəndə göstərmək istədiyim bax tam bu mənzərə idi. Axşamlar qaranlıq olduqda məscidin bu formada işıqlarını yandırılır və çox gözəl görsənir. Əsas sizə bunu göstərmək istəyirdim. Yəni əsasən yayda biz məscidin həyətinə tez-tez gedirik və orada insan özünü çox huzurlu, çox xoşbəxt, çox sakit hiss eləyir. Yəni məsləhət görürəm ki, hər yaxınlığınızda məscid yerləşirsə ya da imkanınız varsa məscidlərə gedin, orada dua eləyin. Necə huzur tapacağınızı sözünüzdə görəcəksiniz. Belə dediyim kimi axşamdır. Həm də çox da soyuqdur. Əslində özüm də çox üşüyürəm bu dəqiqə. Ayaqlarım donur. Sadəcə dedim bunun sinəsini çəkeyim. Burada vloqa başlayıram. Bu gün artıq saat 19-dur, bir şey də eləməyəcəm. Sadəcə vloqun başlanğıcı buradan olsun. Bəlkə sabah davamını gətirərəm. Bu arxada gördüyünüz isə ortancıl bacım rəsmə gedir, o çəkib. Bu konsertdə onu çox zaman almışdım özümə. Sonra üstüm vəzəmə halımız qalmadı. Sonra pərdənin üstünə çəkmişik. Tamam unutmuşuq ki, bir şey girik. Amma yəni çox da qəşəngdir həqiqətən. Silməyi də demək olar həm unutmuşuq, həm də əlimiz gəlmir. Belə. Deməli növbəti günə keçsək artıq. Buradan deməli mən Əcəmiyə gedirəm. Əcəmidə salonda işlərim var. Ondan sonra isə artıq universitetin açılmasına bir neçə gün qalıb. Ondan sonra isə gedəcəm universitet üçün kitablarımı əldə edəcəm. Çünki universitet vaxtı hissini almaq olmur. Uşaqlar dəhşət çox olur. Bilirsiniz, hər kəs kitabları alıb dərslərlə məşğul olmaq istəyir. Yəni ona görə də bu günlərim hamısını həll edəcəm. Əslində bunları çoxdan həll etməli idim. Sadəcə o qədər ərinirdim ki, evdən çıxmağa. Artıq evdə qaldıqca insan evdə olmaq istəyir, evdən çıxmaq istəmir. Ona görə də axırı son günə də saxlasam, sonunda həll elədim. Bizim universitetdə fənlər çoxdur. Hamısının da kitabları 100 AZN, 150 AZN, 70 AZN, 80 AZN, 30 AZN, 40 AZN. Yəni çox bahadır. Buna görə də biz kitabların özlərini almırıq, kserolarını əldə eləyirik. Burada da eyni şəkildə bunları əldə etdim. Zaten isə çox yorulmuşdum. Ona görə də bizim universitetin önündə belə bir hissə var. Mən də burada oturdum, dedim biraz dincəleyim. Yəni buraya universitetdə aidiyyəti yoxdur. Sadəcə normal bir yoldur, təbii ki. Sadəcə dedim burada biraz dincəleyim. Bir neçə dediyim kimi kitablar, onların kserolarını, qeydlərimi əldə elədim. Əslində bunları görəcəm, bu da həyecanlanırdım ki, çünki çox az qalıb universitetin açılmağına. Bu isə dimdir abituriyentlərin qorxulu yuxusu. Biz hər gün onun qarşısına keçirik. Deməli bu gün mənim gedikən film bağlamam gəlib. İndi universitetdən gəlmişəm əslində. Onu açıram. Yəni mən əslində vlog başlatmışdım, amma davam edə bilmədim. Səhər universitetin açılmağı, yəni bu gün universitetin 2-ci günüdür, amma hər gün 9-un yarısı dərs başlayır, 4-də bitir. Evə də gec gəlirəm, çox halsız yuxusuz oluram. Təzədən dərslər oxumalıyam. Yəni 4 dərsin deməkdir. Yəni dərs çoxdur. Bu bağlamam da ayın 19-u ya 20-si deyəsən sifariş etmişdim, amma bu gün ayın 17-si gəldi. Bu gün deməli, əgər bu gün də gəlməsəydi 3 AZN mənə kredit kimi gələcəkdi, amma nə işdirsə tam demək olar ki, 20 gündən çoxdur. Çünki bu bağlamada bir məhsul var və ona görə də çox sürətli baş vermişdi o proses. Yəni temdan çıxmağı, gəlməyi və s. Çox tez olmuşdu. Və 20 gündən çoxdur, 20 gün idi bəli, hə. 20 gündən çoxdur ordadır, gömrükdədir. Gömrükdə göstərdi ki, gömrükdən buraxılırdı. Təzədən gömrükdə birinci məntəqə, yəni yenidən gömrükdə yoxlananlara qayıtmışdı. Amma nə hikmətsə dünən birdən-birə hamısı oldu. Reski kuryerə də yükləndi. Bu gün isə gündüz çatdı, yəni. Normalda belə olmurdu. Yəni bu da bilmirəm, mənə biraz şübhə gəldi ki, sazın verməməyin dəlilindən mi qaba. Bilmədim, neysə. Çox takmıram, nə isə. Axırı ki, mən bağlamam gəlib. Sizlə bir də unpacking açırıq. Çoxdan da çox böyük həvəslə gözləyirəm həqiqətən də. Yəni ona görə də tez açayım bunu. Gördüyünüz kimi biraz büyük bir böyük bağlamam tutmuş zaten. Görün bir şey. Hadi bakalım. Bismillahirrahmanirrahim. Yumuşaqlığı möhtəşəmdir. Çox qəşəng, yumuşaqdır. Ay da çox qəşəngdir. İndi bir dəqiqə görək. Razmeri necə olacaq yəni. Yəni böyük razmer sifarişi vurdum. Yəni mən çox böyük vurdum ki, qəşəng, yəni necə deyim, altdan necə bir şeylər gəlindi, qəşəng qalsın. O məqsədlə. Əslində hətta biraz sonra qorxdum ki, birdən çox böyük qalar. Amma çox qəşəng oturdu da. Yəni baxın. Ayağımın barmaqlarım üçün çıxıram ki, kamerada görsənsiniz. Yəni baxın bundan çox belə buradan özdə mən sifarişində bunu diqqət etdim ki, normalda bu tipli paltarlar yaxası bağlanmır, amma bunun burasında yəni əsasən şüç kimi olur belə daha böyüklü fason olur. Onların heç bir yaxası bağlanmır. Amma bunun yaxasına diqqət etsəz, burada kanca kimi bir şey, kanca deyirlər, desən düşündüyü deyir də bilmirəm necə deyirlər. Yəni bir şeylər var, bunu bağlamaq da olur. Material möhtəşəm, pambıq. Yəni çox yumşaq, çox qəşəng bir hissdir. Yəni onu da telefondan götürə bilmirəm, amma möhtəşəm ötəsi bir hissdir də. Yəni çox qəşəngdir. Yəni belə. Sırğalarım da Temudandır. Məncə qəşəngdir bunlar. Yəni bunları mən 1 il öncə almışam, heç istifadə etməmişdim. Daha sonra bir dəfə istifadə etmişdim. Bu gün də dedim. Bir fərqlilik olsun, nəsə içimdən gəldi, taxdım. Palto möhtəşəm. Möhtəşəm ötəsi. Çayımız qəşəng qaynadı. İndi bunu söndürək, qəşəng bir çay içsək. Ən sevmədiyim şey bunun belə hissi olmağı olur.
Bunu da başın hansı mısırımızın salıb qırmışıq. Bəxtəvərləmişik onu. Bilmirəm, belə əşyalar ümumən bizdə tez sınır, yəni. Ümumən əşyalardan əlavə istifadə olunan əşyalar tez xarab olur, sınır falan. Bilmirəm, biz mi bu qədər ehtiyatsız davranırıq, yoxsa hər kəsdən belədir? Sadəcə şey isti oldu. Və sizi çayıma nəylə içəcəm? Baxın görün burada nə var. Çox qəşəngdir. Bir buna baxın. Bu bunun üzərində də yeni bir formada gəlir. Bu blok deyil, bunlara yoxsa nə deyildi? Çantamın falan üzərinə asmağa. Çox qəşəngdir. Bu çox qəşəngdə parıldayır da yəni. Burasını bəzəyib, buraları kitkatlarla əhatə olunub, ürək formasındadır. Bu güllər, bu ayıcıq. Mən ayıcıqları çox sevirəm. Mən ponçik ay deyirlər bəzən. Neyse, bunun tarixi məndə qalsın. Burada bir adet Milka var. Burada bir adet yumurta kavadan. Bunların deyəsən içinin bir tərəfi oyuncaq, bir tərəfi şokolad idi. Yoxsa bir tərəfi oyuncaq, bir tərəfi krem kimi bir şeydi yəni. Belə bir şey olmalıdır, səhvləmirəmsə içində bunların. Bir adet Kinder. Bunu bilirik tərkibin. Biskolata. Biskolatanı çox sevirəm də yəni. Mən böyük boy alıb tez-tez yeyirəm. Mentos. Bir də tərkibində başqa bunlardan var. 4 dənə bundan idi. 3 dənə də bundan idi. Bunun birini bacım yeyib, qalanları buradadır. Yəni altdadılar, onlar burada altdadır. Güllər falan çox şey görsənir. Bir də indi istəyəm bir şey göstərəcəm. İndi siz buna bir də uzaqdan baxın, bunun gözəlliyinə. Bunu çox böyük formalarda düzəldilər, amma məncə sırf hədiyyə vermək üçün, yəni ümumən belə çox qəşəngdir. İndi buna baxın. Gözəl işıqlar yanır. İndi bura qaranlıq deyil. Bir dəqiqə işığı söndürəcəm. Yine çox da qaranlıq olmadı, amma tam qaranlıq olduqda bunlar baxın belə çox qəşəng belə işıqlar yanır, çox qəşəng görsənir. Hətta bayaqdan bacılarım deyirlər ki, artıq bunları yavaş-yavaş qopardıb yeyək də. Deyirəm mən heç bunu yaram. Yəni mən biraz beləyəm. Hətta məsəl üçün bloknotlar falan alıram nə qədər. Heç birini istifadə qıymıram da, bəzəkli formada saxlayıram. Eyni şəkildə indi bunu da heç istəmirəm ki, bunun üstünə nəyisə götürüm yeyim də. Çox keyfim gəlir. İstəyirəm bu formada qalsın. Çox qəşəng görsənir. Çox gözəl və özəldir. Belə, bunu da sizinlə paylaşmaq istedim. Daha sonra size gösterdiğim o hediyeden bir şokolat götürdüm. Bazılardan götürdüm çünkü onlar yumuşaktı. Düşündüm ki en azından bunun dişimdən yeni kəsə bilərəm. Çünki dişlərimə bir şey taxtırdıqdan sonra dişlərimin əsasında ön kəsi dişlərimin dibləri o qədər çox pis ağrıyırdı ki, yəni hətta dişlərim bir-birinə toxunduqda belə ağrıyırdı. Nəyin ki, onlarla nəyisə kəsib, nəyisə yeməyə çalışmaq. Ancaq hər şey əlimlə çox kiçik hisslərə bölüb arxa dişlərimi yeməyə çalışırdım. Burada isə bir nisəfə çalışıram ki, şokoladı dişimdən bölə bilim. Hətta bu çox yumuşaqdır. İçi kremli çox yumuşaq bir şeydir. Yəni çox rahat bölünür. Amma nə qədər elədimsə, nə qədər yoxladım da dişlərimlə onu kəsə bilmədim. Çox qorxurdum ki, həm breketlərə nəsə olar, həm də mən narahat olmuşdum və məyus oldum biraz. Daha sonra deməli sizə burada 3 məhsulumu göstərəcəm. Bu məhsulların yadınızda keçən vloglarda sizə demişdim ki, biz əmim qızla çıxdıq gəzməyə, amma sizin üçün isti çəkməliyim. Orada bilmirəm niyəsə çox halsız idim, çəkməyə halım olmadı. Amma çünki imtahanlar da bitmişdi, yəni halsız vaxtlarıma düşmüşdü. Amma indi sizə bu məhsulu göstərmək istəyirəm. Bu mavi turdur. Çox qəşəng, həm kiplər çox qəşəng uzadır, həm dəndən eləyir. Mən çox xoşlayıram ki, təmiz, parlaq bir görüntü olsun. Dəndən eləyir və mavi rəng verir, çox qəşəngdir. Digər məhsul isə bu concealer. Mən əslində ora girdikdə, yəni ora 8 noyabrın yeni desə deyirəm, 8 noyabr metrosunun yaxınlığında yerləşir. Mən ora gedəndə fikirləşmişdim ki, yəni çox gözəl bir yerdə. Çünki buranı Instagramdan görmüşdüm mən. Ona görə də dedim ki, yəni çox qəşəng yerdə, ora gedim. Və getdikdən sonra isə çox məyus oldum. Çünki heç gözlədiyimiz kimi deyildi. Məhsullar da eyni şəkildə. Və mən getdiyim bir yerdən çox utanıram ki, əli boş çıxım. Buna görə də əmim qızına dedim ki, ən azından ki, hər hansı bir ehtiyacımız olan hər hansı bir məhsulu əldə eləyək ən azından. Həm də denemiş olarıq. Və beləliklə də bu concealer'ı aldıq. Yəni yerdə qalan digər məhsulları almağa belə dəymirdi. Bu concealer'ı aldıq. Bu concealer isə belə deyim, tam belə yağlı bir sanki görünüş verir dəriyə. Bir sanki biraz yağlandırır və parlaqlığı da var. Hələ ki yine universitetində başqa bir yerdə heç bir yerdə istifadə eləməmişəm. Amma edikdə yəni sizə həmin zamanlarda vlog çəkərəmsə sizinlə fikirlərimi bir daha bölüşərəm.
Daha bir məhsulum isə mənim qardaşım tem bağlaması vurmuşdu və onda pul tamamlansın deyə bir şey məhsul əldə etmək lazım idi. Mən də bu hər zaman Temdən konsiler əldə etmək istəyirdim və bir dəfə almışdım. Çox qəşəng idi, başqa bir məhsul idi. Mən də bu səfər dedim başqa birini yoxlayım və bunu yoxladım. Həm də qapağı çox xoşuma gəldi. Burada da onu danışıram ki, qabını falan çox bəyəndim. Bu şəkildə aldım. Hətta bunların mən aldığını da almaq istəyirəm ki, həm qabının formasını bəyənirəm, həm quruluşunu ümumən bəyənirəm, həm də çox gözəl çıxdı məhsul. Mən universitetdə son günlərdə bunu istifadə edirəm göz altlarına. Çox qəşəngdir, nə dolmur, nə pis görsənmir, parlaqlığı da, rəng tonu da çox qəşəngdir. Yəni məsləhət görürəm sizə Temdən belə bir şeylər almağı. Yəni Temdə sizə deyirlər makiyaj malzemələri pis gəlir falan filan, amma aldığınız səhifədən asılı olaraq məncə bu dəyişir. Əgər düzgün məlumatları izləyirsinizsə, düzgün səhifələrdən əldə edirsinizsə, mütləq yorumlara baxırsınızsa, insanların fikirlərini qiymətləndirirsinizsə, heç bir problem olmayacağını düşünürəm. Sonuçta buradan da aldığımız məhsulların da bizə yəni münasib qiymət aldıqlarının bəzi məhsulların tam da bizə qarantisi verilmir. Ümumən belə. Sizdən çox xahiş edirəm ki, vloqu bura qədər izlədinizsə kanalıma abunə olun, yorum yazın, like qoyun. Belə hələlik görüşənədək.